Sponsorlar: Həkim-stomatoloq Vasif Rəcov, Tiamet Tibb kursları, Hüquq Bürosu MMC, Oxu Tədris Mərkəzi. Hər vaxtınız xeyir olsun, Kanal S-in dəyərli tamaşaçıları, eşitməyin qalmasın. Layihəsi bugün də evlərinizin qonağıdır, bugün də efirimin dəyərli qonaqları var və inanıram ki, bizə baxanlar bugünkü efirimizdən böyük bir zövq alacaqlar. Vaxt itirmədən dəyərli qonaqlarımız sizə bir-bir təqdim edin və mövzularımızda keçid edək. Dəyərli dostlarımızdan və elə verilişimizin deməli sponsorlarından biri olan Hüquq Bürosu MMC-nin rəhbəri Arzu Aliyeva bizimlə bərabərdir. Xoş gördük Arzu xanım. Buyurun, salamlayın bizə baxanları. Mən də bütün izləyicilərimizi salamlayıram. Dəvətinizə görə sizə təşəkkür edirəm və ümid edirəm ki, digər verilişləriniz kimi bu verilişiniz də ən maraqlı verilişlərdən olacaq. İnşallah və digər qonağımızı təqdim etmək istərdim. Artıq qəbul imtahanları olub və elə tələbələr var ki, onlar ali təhsil müəssisələrinə qəbul ola bilmirlər. Heç də peşman olmayın, çünki ZF xaricdə təhsil mərkəzi var ki, Fuad Zərgərli bugün bizimlə bərabərdir. Suallarımız var ki, suallarımıza aydınlıq gətirəcək. Xoş gördük Fuad bəy. Xoş gördük. Dəvətiniz üçün təşəkkürümü bildirirəm. İzləyicilərimizə salamlayıram. Bu günləri inşallah çalışdığım qədər bütün suallarınızı cavablandıracağam. Və digər qonağımızı təqdim etmək istərdim. Belə ki, APA-nın üzvü və TEM Karizmanın rəhbəri Talih Məmmədov da bizimlə bərabərdir. Xoş gördük Talih bəy. Mən də öz növbəmdə hər birinizi salamlayıram. O cümlədən də izləyiciləri, qonaqlarımızı da salamlayıram. Düşünürəm ki, intellektual bir mövzu üzərində gözəl hüquqi cəhətdən də, məlumat cəhətdən də yenəcək, söhbət edəcək. İnşallah və hər birinizə bolca suallarım var. Arzu xanım, sizinlə başlamaq istərdim. Bu Hüquq Bürosu MMC-nin nəzdində hüquqşünaslar və qeyri hüquqşünaslar üçün kurslar var. İstərdim bu haqda geniş məlumat verəsiniz ki, bir şəxs o kurslara gəlsə nələr əldə edir? Hüquq kursları bizdə uzun müddətdir fəaliyyət göstərir. 2010-cu ildən fəaliyyət göstərir. Kurslarımız hüquqşünaslar üçün olan kurslar var və qeyri-hüquqşünaslar, yəni hüquq sahəsinin insanı olmayan insanlar üçün də var kurslarımız. Adından da məlum olduğu kimi hüquq kursu ancaq hüquqları öyrənmək üçündür. Hüquqşünas olmayanlar gəlib hüquqlarını öyrənirlər, dərin biliklər əldə edirlər. Hüquqşünaslar da ixtisaslarını artırırlar, daha təkmil olurlar, daha məcəllələri, hüququn sahələrini daha dərindən öyrənirlər. Yəni hüquq bizdə belə bir şüarımız var, öz vəkilin ol şüarı. Bu qeyri-hüquqşünaslar üçün nəzərdə tutulan bir şüardır, bir deyimdir. Yəni qeyri-hüquqşünaslar yaşından asılı olmayaraq, yəni yuxarı yaş həddi yoxdur. 18 yaşdan etibarən hər kəs o kurslarda iştirak edə bilər. Amma orta məktəb üçün olan, orta məktəb şagirdləri üçün də kurslarımız nəzərdə tutulub. Bu kurslarda 8, 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilərlər. Hansı ki, onlar gələcəkdə hüquqşünas olmaq istəyirlər və yaxud da ki, öz hüquqlarını öyrənmək istəyirlər. O adamlar da, o şagirdlərimiz də iştirak edə bilərlər və onlar üçün ayrıca kurslar təşkil olunub. Arzu xanım, neçə müddətə gəlirlər və o hüquqları mənimsəyirlər də, belə deyək? Hüquqları mənimsəmək üçün, yəni normal qaydada hüquqlarını müdafiə etmək üçün istər hüquq mühafizə orqanlarında, istər məhkəmələrdə şəxs öz hüquqlarını müstəqil müdafiə etmək üçün ən azı 6 ay məşğul olmalıdır. Amma hüquqşünaslar üçün də belə bir müddət var, qeyri-hüquqşünaslar üçün də. Amma hüquqşünaslar üçün bu mütləq deyil 6 ay. Çünki onlar elə ola bilər ki, hüquqşünaslar mən mülki sahədə ancaq ixtisaslaşmaq istəyirəm və yaxud ancaq cinayət sahəsini öyrənmək istəyirəm və yaxud da ki, ancaq mənzil məcəlləsini öyrənmək istəyirəm. Onlarda 6 ay mütləq deyil. Hər bir məcəllə üzrə bizdə bəzi məcəllələr üzrə 1 ay, bəzi məcəllələr üzrə 2 ay tədris müddəti, kurs müddəti nəzərdə tutulur və o müddəti tamamlamaqla onlar həmin sahəni mükəmməl şəkildə öyrənmiş olurlar. Arzu xanım, yaş limiti var, yoxsa? Xeyr, yaş limiti yoxdur. Yəni istənilən şəxs bəli, gəlib orada iştirak edə bilər. Hüquq kurslarımızda o hüquqşünaslar üçün olan kurslar çox yararlıdır hər kəs üçün, hər bir hüquqşünas üçün, amma əsasən vəkilliyə yeni başlayan, yeni qədəm qoyan hüquqşünaslarımız üçün, ya vəkilliyə namizədlərimiz üçün bu kurslar demək olar ki, əvəz olunmazdır. Çünki burada məsələn vəkillik imtahanı verəndən sonra dərhal onlar məhkəməyə göndərirlər və başlayırlar hüquqların müdafiəsinə. O məcəlləri təkmil şəkildə
bilmədən, öyrənmədən onlar çətinlik çəkirlər. Ona görə bizim kurslarda iştirak etməklə onlar mülki məcəllərini, mülki prosessual məcəllələrini, hansı ki, hüququn əsasıdır, cinayət prosessualı, ailə məcəllələrini təm şəkildə öyrənirlər və bundan sonra mükəmməl şəkildə də hüquqları müdafiə edirlər. Mən sevinirəm ki, ölkəmizdə belə baxın, kurslar var ki, insanlar ən azından gəlirlər, maariflənirlər və öz yaxınlarının və özlərinin hüquqlarını məhkəmə zallarında könüllü rahatçılığı ilə qoruya bilirlər. Bəli, hüquqşünaslar hər kəsin hüquqlarını müdafiə edə bilər. Vəkillər kollegiyasının üzvü olan vəkillər bizdə təkmilləşirlər bizim kurslarda və hər kəsin hüquqlarını müdafiə edə bilirlər vəkil kimi. Amma qeyri-hüquqşünaslar özlərinin və yaxın qohumlarının hüquqlarını istər məhkəmələrdə tam şəkildə müdafiə edə bilirlər. Nə gözəl. Fuad bəy, sizinlə davam etmək istərdim. Bu xaricdə təhsil almağın üstünlükləri nələrdir ki, yəni bir tələbə baxır bizi dinləyir və deyir mən niyə görə xaricdə təhsil almalıyam? İstərdim bu haqda fikirlərinizi bizimlə bölüşəsiniz. İlk növbədə xaricdə təhsil yeni cəmiyyətdir, yeni insanlardır, fərqli ölkələrdən gələn nümayəndələr var. Həm dil baxımından yaxşıdır. Misal üçün insan götürək SNQ dövlətlərini və yaxud da ki, Türkiyədə təhsil alır. O demək deyil ki, orada yalnız Türkiyə vətəndaşları var. Xarici ölkələrə gələn tələbələr var. Bu mədəniyyətdir, mentalitetdir. Bunlarla biz ünsiyyət qurduğumuz zaman təbii ki, dünya görüşümüz artır. Müəyyən insanlarla tanış olur. Bu bizim gələcəyimiz üçün bir növ belə deyək də yaxşı xüsusiyyətlər, yaxşı əlamətlərdən biridir. Mən özüm şəxsən vaxt ikən 2008-2015-ci ildə Ukraynada təhsil almışam. Yəni 6-7 il orada yaşamışam. Daha sonra bakalavr, magistr dərəcəsində məzunuyam və biz oxuduğumuz zaman orada müxtəlif ölkələrdən tələbələr gəlirdi. Biz onlarla danışırdıq, ünsiyyət qururduq və həqiqətən bu bir maraqlıdır. Çünki Azərbaycanda təhsil almağın zövqü bir başqadır, təbii ki. Amma bunu o demək deyil ki, yəni biz Azərbaycanda qəbul ola bilməmişik və getmişik. Mən şəxsən özüm oranı seçib getmişəm. Yəni yeni bir cəmiyyət görmək üçün mən Ukraynanı özüm şəxsən seçmişdim. Təbii ki, bugünkü gündə gənclərimiz üçün nəinki Ukrayna, dünyanın bütün qapıları demək olar ki, açıqdır. Belə bir şəxslər ola bilərmi ki, Fuad bəy, elə məktəbi qurtardı və qəbul imtahanlarına burada sənəd vermir, elə birbaşa xaricdə oxumaq istəyir, təhsil almaq istəyir. Bəli. Elə məzunlarımız çoxdur Azərbaycanda, birbaşa bizə müraciət edirlər. 11-ci sinifi bitirən kimi sənədlərini gətirirlər, bizə təqdim edirlər. Biz onları dinləyirik ilk öncə. Həm psixoloq kimi dinləyirik, həm yəni belə deyim, hüquq tərəfdən də onları qulaq asırıq ki, bu insana nə lazımdır, bu insan gələcəyini nə cür görür və onun istəyinə uyğun olaraq biz artıq istiqamətləndiриrik tələbəni. İxtisaslarda kömək edirik. İxtisaslarda da təbii ki, seçim o ən önəmli məsələlərdən biri budur. Bəzən valideyn bir şey istəyir, amma tələbənin özü isə başqa bir fikirdədir. Amma əslində tələbə seçimi olsa məncə daha yaxşı olar. Çünki gələcəkdə o işin sahibi o şəxs olacaq da, belə deyək. Bəli, tamamilə. Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə təhsil almaq istəyirlər? Əsasən reytinqə bir balaca bizi baxsaq, diqqət etsək, birinci yerdə Türkiyədir. Qardaş ölkə. Bəli, qardaş ölkədir təbii ki. Ondan sonra reytinq üzrə SNQ dövlətləri üzrə gəlir Ukrayna, daha sonra gəlir Rusiya, Özbəkistan, Qazaxıstan və ən sonuncu, belə deyəndə, sonuncu yerdə olan bu Avropa ölkələridir. Niyə sonuncu yerdədir? Bəli, ora tələbat çoxdur. Amma orada dil biliyi lazımdır. Yəni xüsusən də məsələn alman dilinə əgər Almaniyanı biz seçiriksə, ya alman dili olmalıdır, ya ingilis dilində təhsil olmalıdır. Bəli, ora əsasən daha çox təhsil almaq istəyən tələbələr gedir. Onu da izah edəcəm nə demək istəyirəm. Yəni karyera qurmaq istəyənlər, Avropa ölkələrində yaşamaq istəyən tələbələrimiz ora üst tuturlar. Təbii ki, qardaş ölkə Türkiyədə gedən tələbələr var ki, məsələn bakalavrı bitiribdi, magistraturanı bitiribdi, orada da qalıbdı. Amma mən burada nə qeyd etmək istərdim? Xarici ölkədə təhsil almaq gözəldir, amma orada görüb götürüb Azərbaycana qayıdıb burada onun üstündə çalışmaq daha da gözəldir. Yəni bir növdə dünya görünüşləri artıq deyərdim ki. Fuad bəy, hər hansı bir şəxs xaricdə təhsil almaq istəyir. Proses nədən başlayır ki, sizə müraciət etdikdən sonra nələr lazım olur, hansı sənədlər lazım olur? Bizə məsələn zəng gəlir. Birinci mənim sualım yaşdır. İkinci sualım odur ki... Yaş önəmlidir? Önəmlidir, bəli. Önəmlidir. Çünki Avropa ölkələrində xüsusən də məsələn 30-35 yaşlı tələbə əgər bizə müraciət edirsə abituriyent, Avropa ölkələri üçün bu potensial bir miqrant kimi sayılır. Yəni 35 yaşında adam gəlib bakalavr dərəcəsindən 17-18 yaşında tələbələrlə bir masa arxasına əyləşib təhsil alacaqsa, bu artıq o deməkdir ki, bu insan Avropaya inteqrasiya etmək istəyir. Bəzi ölkələr var ki, misal üçün müsbətdir, bu yaxşıdır, icazə verirlər, amma bəzi ölkələrdə bu əyani baxımından bir balaca sıxıntılar var. Amma buna baxmayaraq alternativ variantlarımız hər zaman var. Fikirləşirsinizmi ki, indiki gənclər biraz tənbəldirlər, işləmək istəmirlər, oxumaq istəmirlər, yoxsa mən səhv düşünürəm? Fikirləşməyə ehtiyac yoxdur, görürük. Son bu Z nəsli, Z quruşağı tənbəldilər. Əsasən də məsəl üçün tənbəllikdən də ziyadə
müasir gənclərin iki tərəfi var. İki üzü var deməyim, iki tərəfi var. Cəmiyyətdə olan mədəni tərəfləri və sosial şəbəkədə olan arxa plan, qaranlıq tərəfləri. Elə hüquqşünasımaza da bu barədə mən müraciət edəcəm. Məsəl üçün, mən sosial platformanın sahibiyəm. Xüsusən də gənclərlə işləyirəm. Lakin o qədər nəzarətsiz şəkildə 11, 13, 15, 18 yaşlı uşaqların, yəni valideynin heç xəbəri olmur ki, bir uşağın telefonunda, hətta valideynin telefonundan ikinci profillərlə, fake, gizli profillərlə məhşurlara, bütün şəbəkələrə və qeyd edim ki, bu yalnız Azərbaycandadır. Xarici mən 200K, 200 min canlıda izləyicisi olan canlılara baxıram, bir təhqir yoxdur, bir tənqid olar. Deməli, yaşı az olan şəxslər təhqir edilir. Çox boşluq var. Elə bu haqda da yəni mövzumuz olacaq. Valideynlərin savadsızlığı. Çünki burada mövzu nədir? Mən valideyn olaraq küçədə bir övladım sizin uşağınıza, ya sizin uşağınızdan, övladınızdan mənə, övladıma təhqir gəlsə nə edirəm? Tuturam övladımın əlindən, gedirəm ora, tapmasam polisə, ora, bura şikayət, məsələnin kökünə çıxa bilirəm. Sosial şəbəkədə bunu valideyn edə bilmir. Çünki birincisi, onu necə idarə edə bilmir, ikincisi, övladın gizlənməsini tuta bilmir və burada nə olur? Valideyn burada gücsüz və savadsız olur. Əgər məlumatlısansa, deməli güclüsən. Əgər sən məlumatlı deyilsənsə, valideyn, bəs niyə sən sosial şəbəkədə telefonu götürüb, oradakı yazdıqlarına, ona yazanları, oyunlara, bunları sən övladına oradan zənglər gəlir, tapşırıqlar gəlir. Sən bunu bilə bilmirsənsə, iki səbəbi var. Ya ümumiyyətlə, mən bilmirəm bu övlad niyə belə oldu deyirsən, doğrudan bilmədin, övladından xəbərin olmadı. Ya da ki, sən məsuliyyətsizsən ki, övladınla məşğul olmadın deyə xəbərin olmadı. Bu iki sualdan, hörmətli valideyn, hansısan? Deməli, valideynlərdə günah var ki, vaxtında uşaqlara diqqət, qayğı göstərməyəndə uşaq diqqətsiz qalanda artıq sosial hesablardan Mən hakim deyiləm, günahkar yəni axtarım, vəkil də deyiləm, hüquqşünas da deyiləm ki, müdafiə edim. Mən halı göstərdim ki, hörmətli valideyn, bir uşaq müxtəlif profillərlə, müxtəlif məhşurların səhifələrinə girib istədiyini edə bilirsə, təhqir yazırsa, buradan bir dönüşü də sizə edəcəm. Mən küçədə sizə ifadəmə görə çox üzr istəyərək, nə deyirsən, deyə bilmirəmsə, mən niyə onu sosial şəbəkədə silsilə şəklində, şəcərə ilə, nəsil nəcabətlə onu orada edə bilməliyəm ki? Talib, bunun cavabını Arzu xanımdan biz reklamlara ayrılıq. Alacağım ki, görüm onları hansı cəzalar gözləyə bilər. Qısa reklam aramız var, amma ayrılmazdan əvvəl mənim təşəkkürlərim var. Verilişimizin sponsorlarına vasifə kimi salamlayıram. Sağlam dişlər və göz oxşayan gülüşə sahib olmaq istəyənlər həkim stomatoloq Vasif Rəcov və onun peşəkar komandasına müraciət edə bilərsiniz. Mərkəzə müraciət etməklə stomatologiya aid xidmətlərdən istifadə edə bilərsiniz. Bunlardan terapevt stomatologiyası, ortopedik stomatologiya, ortodontik stomatologiya, dental implantasiya, yüksək səviyyədə estetik stomatologiya, zirkon qapaqlar və onun növləri 3 və 5D zirkonlar, həmçinin full emakslar, Hollywood gülüşü, implantasiya aid xidmətlər ilə peşəkar komanda sizin xidmətinizdədir. Ətraflı məlumat üçün 099 ilə 884 63 84 nömrəsinə zəng vurub digər məlumatları əldə edə bilərsiniz. TİMMED tibb kurslarına təşəkkürümü bildirirəm. Ülviyə xanımı buradan salamlayıram və TİMMED tibb kursları sizə aşağıdakı xidmətlərini təklif edir. Tibb bacısı, tibb qardaşı, əczaçılıq kursu, tibbi laborant kursu, diş texniki kursu, radioloji texniki kurs, həkimlər üçün ingilis dili, rus dili kursları, fitoterapiya kursu, autizm üzrə mütəxəssis kursları, duyğusal inteqrasiya, logopediya və dil ünsiyyət təlimləri, fizioterapiya və reabilitasiya kursları, tələbələrə peşə yönümlü rus dili, ingilis dili və kompüter dərsləri də öyrədilir. Əlavə olaraq işlə təmin olunmada da TİMMED tibb kursları onlara yaxından dəstək olur. Digər sponsorlarımıza birazdan təşəkkürümü bildirəcəm. Qısa reklam aramız var. Ayrılaq, ardından bərabərik.
Qısa reklam aramız və qaldığımız yerdən bərabərik. Yeni qoşulanlar varsa vaxtınız xeyir olsun. Reklamdan əvvəl maraqlı bir həmsöhbətimiz var idi. Arzu xanım, hər hansı bir cəzalar gözlənilirmi? Baxın, kimsə kimisə təhqir edirmi? Tənqidə bilirəm ki, tənqidi yanaşmaq olur, amma o təhqirlər olur. Talib bəy biraz əvvəl vurğuladı. Bəli, təhqirə görə bir cinayət məsuliyyəti nəzərdə tutulur, amma uşaqlar üçün təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Cinayət məcəlləsində bəli, cinayətin subyekti 16 yaşdan başlayır. O da cinayət, yəni təhqir 16 yaşı varsa o məsuliyyətə cəlb oluna biləcək. 16 yaşı yoxdursa, yox. Yəni bəzi ağır cinayətlər üçün uşaqlar 14 yaşından daha ağır cinayətlər üçün məsuliyyətə cəlb olunurlar. Amma burada qulaq asdım, burada əsasən təhqirdən yox, etik normalara riayət olunmadan belə bir müraciətdən söhbət gedir, etik normaları pozmaqdan söhbət gedir. Belə halda da qanun biganə qalmır. Belə hallarda hüquq mühafizə orqanlarında yetkinlik yaşına çatmayanlarına iş şöbəsi var ki, bəli, müraciət edirsiniz və onun barəsində, həmin uşaq barəsində tədbir görülür, onun valideyninə xəbərdarlıq edilir, valideyni məsuliyyətə cəlb olunur. Əgər hətta həmin uşaq yəni bizdə qanun tələbinə görə 7 yaşına qədər olan uşaqlar fəaliyyət qabiliyyəti olmayan uşaqlar fəaliyyət qabiliyyəti olmayanlar hesab olunur, amma 7 yaşdan 18 yaşına qədər uşaqlar məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab olunurlar. Yəni bu şəxslərin vurduğu ziyana görə birbaşa valideynləri məsuliyyət daşır və valideynlər vurulan maddi və mənəvi ziyanı ödəməyə borcludurlar. Ona görə də valideyn hər bir halda öz uşağı ilə məşğul olmalıdır ki, o hərəkətlərinə nəzarət eləməlidir. Amma bu da tək valideynin üzərinə atmaq da düzgün deyil. Çünki uşaqları formalaşdıran bizdə cəmiyyət var. Yəni cəmiyyət sağlam olmalıdır. Cəmiyyət hamımız tərəfindən qorunmalıdır. Cəmiyyət normal hala gəlməlidir ki, valideyn də o subyektlərdən biridir. Yəni valideyn evdə ona nəzarət edə bilər, amma gedir məktəb var, ona nəzarət edən digər kurslara gedir uşaqlar, onlar nəzarət eləməlidir. Yəni bunlar cəm halda, birgə halda uşağın fəaliyyətinə nəzarət eləməlidir. Bizdə şəbəkə 4 filtrdən keçir. Ağır filtrdən, bir də ödəməli filtrdən keçir ki, pulludan. Nəyə görə? Təhqirlər keçə bilməsin. Bir uşaq 4 filtri keçir, ödənişli filtri keçib, söyüşü yazma formalarını öyrənibdirsə, yəni burada cəmiyyət yox, şəxsin özündə və valideyndədir. Biz də eləyik ki, gəlin reallığı qəbul edək ki, mən piyada keçidindən canıma görə yox, amma 20 manata görə mən piyada keçidindən keçirəm ki, cərimə olunmayım. Artıq həyatımız 60% nədir? Sosial şəbəkəyə keçib. Necə ola bilər ki, mən TV-dən, senzuradan, etikdən kənar, normadan kənar söz işlətə bilmərəm. Amma eyni sosial şəbəkələrdə necə işlətə bilər? Niyə bilməlidir? Niyə yol açılmalıdır buna? Və yaxud da bunun üzərində çox ciddi çalışılmalıdır. Bunun məqsədi nədir bilirsiniz? Mən bunu qaldırmaqda məqsədim. Valideyn bax da uşağı var. Bəzən də Talibə, bu internetdə bəzi oyunlar var ki, uşaqlar o kiçik yaşdan baxırlar və uşağın psixologiyasında pozğunluq yaranır. Elə bununla bağlı bizim bir süjetimiz olmalıdır. Orxan, biz ona arxa monitorda baxa bilirsə, biz izləyənlər də baxsınlar. Ardından efirimiz qaldığı yerdən davam edəcək. Baxın, bu uşaqların aldırdığını əxlaqsız nədirsə, bunlar uşaqların sağlamlığı üçün, həm psixi sağlamlığı üçün, həddindən artıq zərərli olduğu üçün burada mənə uşağın ağlamağı, uşağın istəyib almağı önəmli deyil. Önəmli olan siz uşağınızı aldığınız zaman nə düşünürsünüz? Bir aldığınız oyuncağın uşağın həyatında nə qədər faydalı, nə qədər dəyərli olduğunu hər zaman fikirləşin. Uşağınız bundan nə öyrənir, nə əldə edir, nə qədər vacibdir onun həyatında bu. O yüzden de siz ya pulunuzdan bezmişsiniz. Mən amma uşaqları tərbiyə etməkdən bezməmişəm. O yüzden de siz aldıqlarınız bax bu şəkildə də cırılıb, indi yandırıb tullayacağım. Və bir müsahibəyə baxdıq və bu deməli süjetlə bağlı telefon xəttində Oxu Tədris Mərkəzinin rəhbəri, psixoloq, psixopedaqoq və neyropedaqoq Rəşid Allahverdiyev olacaq. Xəttə deyil, hə dostlar? Hə, xəttə qoşulsun, ona qədər Talibə fikirləriniz varmı? Elə mənim efirə çıxma səbəblərimdən biri də bu video idi. Qeyd edim ki, o xanım çox savadlı xanımdır. Amerikan Psixologiya Assosiasiyasının üzvüdür. 12 il dövlət bağçasında müəllimdir, 6 il özəl və məşhur, yəni qlobalda tanınan
ailə danışmanları psixoloqlarla bərabər spikerlik edib, çıxış edib, platformalarda konferanslar verib. Orada çox gözəl bir söz işlədir, əxlaqsız. Və bu sözü eşidən bəlkə 1000-dən yuxarı uşaqlar xala sənin başın çatmır, xala sən nə yemisən, nə içmisən deyə müraciətlər edirlər və durmadan uşaq baskısı, uşaq deyirəm ha, 10, 11, 12, 13 yaş uşaq baskısı altındadır ki, o video yayılmasın. Səbəbi niyə? Orada elə brain rot deyə bir kəlmə var. Beyin qurdu. Beyin qurdu nə deməkdir? Yəni, orada verilən ssenari var. Hörmətli nənə, baba, ana, ata, dayı. Telefonun üzünə şüşə vurursan, arxasına kabura çəkirsən, zədələnməsin. Uşağın sənə dəyərlidirmi? Niyə qorumursan? Niyə maraqlanmırsan? Deyirik ki, orada ssenari var. Mən onu deməyə işlətsəm belə o sözü qoymayacaqsınız. O bildiyiniz çox, yəni arxa planda çox tərbiyəsiz ssenarilərdir. Brain rotlar, beyin qurtları. Və orada o ssenarini onlar nə edirlər? Ötürürlər. Video şəklində süni intellektlə. Uşaqların bu da psixologiyasına əlbəttə psixologiyası pozulur. Şuuraltı yox, birbaşa açıqdır artıq. Şuuraltı deyil. Artıq yəni necə deyə bilərəm, kapuçino çaşka çox ədəbsiz geyimdə düşür 8 dənə kişinin içinə və buna uşağa öyrədirlər. Və bunu danışırlar və göstərirlər. Bir dənə o deyil və çox elə videolar var. Deyirik ki, sən bax, mən deyəmirəm. Və orada çox ağıllı izləyicilər var ki, bir dənə süni intellektlə deyir, uşağın beyni niyə pozular? Mən sizə elə bir söz deyərəm, sizin həyatınız korlanar. Mən onu sizə göstərsəm necə olar? Ona görə valideynlər də bu yöndə yenə də diqqətli olsalar yaxşı olar. Rəşdə xanım, telefon xəttinə qoşulana qədər sizinlə davam etmək istərdim Fuad bəy. Xaricdə təhsil almağın orta illik xərcləri nə qədər təxmin olaraq? Ümumi olaraq təbii ki, bu seçdiyimiz ölkəyə uyğun, hamısı fərqlidir. Yəni, ən az bugünkü gün qardaş ölkə Türkiyədədir. Təhsil haqqı minimal 1000-1200 manat təşkil edir. Hətta belə bəzi universitetlərdə var ki, illik təhsil haqqı 800 manatdır. Amma orta götürsək, təbii ki, bu 1700, 2200, 2500 manat təşkil edir və ən çox Azərbaycanda məsələn sayılıb seçilən ixtisaslar var. Hüquqa çox maraq var bugünkü gün Azərbaycanda, psixologiyaya maraq var Azərbaycanda, süni intellektə maraq var Azərbaycanda. Yəni gündəmdə olan ixtisasları, gündəmimiz nədirsə, onlara bugünkü gün tələbat çoxdur. Amma buna baxmaq təbii ki, məsələn, adam var gəlir aqronomluğu seçir, həkimliyi də seçən tələbələrimiz yəni həddindən artıq çoxdur və burada da təbii ki, biz birinci növbədə tələbə ilə, valideynlə danışırıq. Çünki bəzən, yəni mövzumuza uyğun da qeyd etmək istərdim ki, məsələn, bizim sektorumuzda, təhsil sektorunda problemlərimiz çoxdur, həddindən artıq çoxdur. Bugünkü günü bizim sektorda hərbidən yayınma, xaricdə təhsil və dələduz bu elə bir sözə gəlib çıxıbdır cəmiyyətimizdə. Çox təəssüf ki. Niyə? Çünki mövsümü olan şirkətlər var, məsələn, düşünür ki, mən bu illəri nə ilə pul qazanmalıyam? Düşünür ki, aha, belə bir mövzu var Azərbaycanda bugünkü günü gündəmdədir və mən xaricdə təhsil açacağam. Və bu da bu günün problemidir. Və bu şirkət müəyyən sayda tələbələri əldə edir, onlara köməkliyini göstərir. Amma əlaqə qurur da xarici dövlətlərlə, universitetlərlə. Bəzən çox hallarda xeyr. Xeyr, o da olmur, bəli. Yəni, tələbə elə düşünür ki, artıq tələbədir. Mən bir valideynəm, mən necə əmin ola bilərəm ki, doğrudan zəif xarici təhsil mərkəzi işinin peşəkardır. Valideynlər onu necə bilsinlər? Birinci növbədə, hər insan səlis, rahat danışa bilmir və əgər bugünkü günün mövzu təhsildən gedirsə, mənə verilən bütün sualların mən cavabını düşünmədən cavablamalıyım. Bu birinci məqam. İkinci məqam, mən bir şirkət olaraq çalışdığım ölkələrdəki universitetlərdən birbaşa mənim müqaviləm var. Hərdən bəzi ölkələr olur ki, xüsusən də bu Avropa ölkələridir ki, müqavilə rəsmi şəkildə olmasa da belə, bizim əlimizdə telefonlar var, bizim yəni e-mail adreslərimiz var. Biz bir-birlərimizə rəsmi qaydada məktubları, ərizələri yazıb göndəririk və onlardan biz cavab almalıyıq. Əgər biz hər hansısa bir addımımızı, yəni birdən yox, 5-dən başlayırıqsa, bu demək ki, artıq bu işdə nəsə əman var. Mən də onu sizə qısa və konkret qeyd edəcəm. Çünki tələbə əgər bugünkü gün gəlib bizə müraciət edirsə, mən ondan real danışıram və ona real universitet ölkə təklif edirəm. Və lazım olduğu qədər, belə deyək, əgər lazım olursa, əgər valideynin bir şübhəsi varsa, təbii ki, mən bizim müqaviləmizi göstərirəm. Bizim universitetdə çəkdiyimiz videolar var, görüşdüyümüz prorektorlar, rektorlarla bizim görüşlərimiz baş tutur və bunu biz
rahat şəkildə deyə bilirik. Fuad bəy, bir də valideynlərini nə narahat edir? Bu diplomların ölkəmizdə tanınması, buna aydınlıq gətirərdiniz? Ən qlobal problemdir. Xaricdə təhsil deyərkən çox valideyn düşünür ki, yəni xarici ölkənin diplomları Azərbaycanda təsdiq olunmur. Bunun səbəbkarı yalnız özümüzük. Pandemiya dövründə Azərbaycanda təbii ki, bütün dünyada COVID problemi oldu və sərhədlər bağlı qaldı. Və təbii ki, hər bir sahədə bu onlayn formaya keçdi. Bu gözəldir, tamam oldu. Bunu mən başa düşdüm. Valideynlər, tələbələr bugünkü günü müraciət edir. Yəni hər ikinci valideyn tələbə istəyir ki, mən heç nə etməyim, evdə oturum və mənim diplomum gəlsin xarici ölkədən və mən o diplomu Azərbaycanda təsdiq edə bilim. Bizim isə Azərbaycan Respublikasında əgər biz yaşayırıqsa, yekunda bu diplomlar Azərbaycanda təsdiq edilməlidir. Yəni mən o diplomun təsdiqi ilə məşğul deyiləm. Bizdə Təhsillər Keyfiyyət Təminatı Agentliyi var. Bir mənalı olaraq bunların rəsmi saytında, yəni rəsmi qaydada bütün məlumatlar hamısı qeyd olunubdur ki, xaricdə oxuyan tələbələr əgər əyani formada biz təhsil alırıqsa, oxuduğumuz ölkənin ərazisində 50% iştirak etməliyik. Qiyabi formada təhsil isə 25 gün nəzərdə tutulub. Valideynlər, tələbələr şərtlərə riayət etmirlər. Ondan da sonra deyirlər ki, Təhsil Nazirliyi bizə problem yaradır. Ondan sonra deyirlər ki, xaricdə təhsil şirkətləri bizi düzgün istiqamətləndirmirlər. Mən hər bir valideynə inanın ki, yəni valideynlə mən 20 dəqiqə, 10 dəqiqə ilə bitmirəm. Mən yarım saat, 40 dəqiqə, 1 saat vaxtımı xərcləyirəm ki, yəni bəli, aydınlıq olsun ki, valideyn sabahsı günü başa düşsün ki, bu insanı qarşıdan nə gözləyir. Sabahları istəmirəm ki, mənim adımı hallandıranda deməsinlər ki, misal üçün xaricdə təhsil şirkətinin rəhbəri Fuad bəy bizi aldatdı. Əksinə istiqamətləndirirəm ki, düzgün seçim etsinlər və bu diplomdan gələcəkdə Azərbaycanda istifadə edə bilsinlər. Problem bizim özümüzdədir. Aydındır. Arzu xanım, sizə nə sual ünvanlamaq istəyirəm? Bilirəm, bu yaxınlarda deyəsən o tələbələrdən ikisi vəkillər kollegiyasının üzv oldular. İstəyirəm o haqda məlumat verəsiniz. Bəli, bizim kursun iştirakçılarından 3 nəfər bu vəkillər kollegiyasına verilən imtahandan, test imtahanından müvəffəqiyyət qazandı. İndi onlar yazılı imtahana hazırlaşırlar. Yəni uğurla o imtahanı keçirlər. Düzdür, bizim kurslarda test hazırlığı, yəni vəkilliyə, hakimliyə hazırlıq üzrə testlər təşkil olunmur. Biz məcəllələri tədris edirik. Yəni, artıq suallar da məcəllələrdən düşür. O məcəllələri tam şəkildə öyrənənlər şübhəsiz ki, imtahanı da uğurla verirlər. Amma yenə də deyirəm ki, burada tək yəni imtahana hazırlıq yox. Bu kurslar əsasən kimlərə vacibdir? Vəkilliyə yeni başlayanlara. Məsələn, mən öz vəkillik təcrübəmdən bir misal gətirirəm. İllər uzun, 25 il bundan əvvəl mən ilk dəfə qolu qandallı insanı görəndə, yəni istərsəməz o qədər sarsıntı keçirtmişdim. Yəni düzdür, o sarsıntı içimdə başladı, içimdə də söndü. Amma bu belə olmalı deyil. Yəni vəkilliyə gələnə qədər insan o etapları görməlidir. Praktika baxımından, sonra öyrənmək baxımından o bilməlidir nələrdən keçir. Yəni ilk dəfə məhkəməyə gəlmək, bunlar hamısı bir dərsdir, bir məktəbdir. Vəkil özünü məhkəmədə necə aparmalıdır? İnansız elə vəkillər var, məsələn, təzə məhkəməyə gəliblər, bilmirlər ki, harada nəyi demək, necə oturmaq, başqa vəkillərə baxırlar və onu təkrarlayırlar. Bizim kursa gəlirlər, amma onlar artıq məhkəmələrdə iştirak edirlər, istintaqda iştirak edirlər, dustaqla necə ünsiyyət qurmalıdırlar, məsələn, prokuror onun müstəntiq onun dustaqla danışığına müdaxilə edə bilər, bilməz. Bunlar tam təcrübə halında öyrənilir. Yəni nəzəri biliklərə və praktik biliklərə malik olub peşəkar kimi artıq onlar öz işlərini yerinə yetirirlər. Yəni peşəkar olmadan praktikanı və nəzəriyyəni bilmədən güclü vəkil və insanları da güclü müdafiə etmək mümkün deyil. Gərək bunun hər ikisini öyrənəsiniz. Aydın, davam edəcək dəyərli dostlar. Mənim yenidən təşəkkürüm var. Elə Arzu xanım hüquq kurslarından danışmışkən, hüquq kurslarına müraciət etmək istəyənlər Arzu xanıma müraciət edə bilərlər. Diqqətinizə çatdırmaq istəyirəm ki, Hüquq Bürosu MMC-nin nəzdində hüquqşünaslar və qeyri-hüquqşünaslar üçün hüquq kursları fəaliyyət göstərir. Siz hüquq kurslarına qoşularaq Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosesial Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosesial Məcəllə, Əmək Məcəlləsi və Ailə Məcəlləsinin tədrisini öyrənə bilərsiniz. Kurslar 6 aylıqdır və 6 ayın sonunda sizə sertifikatlar təqdim olunur və elə biraz əvvəl də biz danışdıq ki, kursu bitirənlər özlərinin və yaxınlarının hüquqlarını məhkəmə zallarında qoruya bilərsiniz. Qısa reklam aramız, qaldığımız yerdən bərabərik. Yeni qoşulanlar varsa vaxtınız xeyir olsun. Biraz əvvəl biz bir süjet izlədik və mövzu ilə bağlı hal-hazırda Rəşidə xanım telefon xəttindədir. Rəşidə xanım, hər vaxtınız xeyir olsun.
Hər vaxtınız xeyir tapdıq müəllim. Salamlayıram sizi və sizin bir video görüntünüz bizdə vardı. Biraz əvvəl biz o görüntünü izlədik və istərdim ki, o görüntü haqqında məlumat verəsiniz və bu internet oyunlarının uşaqların gələcəkdə psixoloji necə təsir göstərə bilər və psixologiyasına necə təsir edə bilər? Burada orada olan hər kəsi salamlayıram, qonaqlarınızı da salamlayıram. O video ilə əlaqədar olaraqdan sosial şəbəkədə yayılan bu durum həqiqətən çox acınacaqlı bir durum oldu. Çünki daha çox yeniyetmələr tərəfindən necə deyim, çox böyük bir tənqidə məruz qaldıq deyək ki. İstərdim ki, oradakı qonaqlarımız da eyni zamanda efirdən bizi izləyən hər bir kəsə brain rot haqqında ətraflı məlumat verim. Yəni ümumiyyətlə brain rot nədir? Bu termin beyin çürüməsi deməkdir. Hal-hazırda sosial şəbəkələrdə yayılan məntiqsiz, həddindən artıq sürətli, diqqəti dağıdan və inkişaf etdirici məzmun daşımayan videoları, şəkilləri və personajları ifadə etmək üçün istifadə olunur. Bu kateqoriyaya müxtəlif absurd və reallıqdan uzaq obrazlar, mənasız söz birləşmələri və uşaqların diqqətini yalnız qısa müddətdə cəlb edən kartlar daxildir. Biz bir çox valideynlərimizə bilirsiniz ki, oxu tədris mərkəzi olaraq uşaqların hər birinin psixikasını daha çox nəzərə alırıq və uşağın sağlam psixikası olmayınca uşaq sağlam düşünə bilmədikcə daha çox problemlərlə rastlaşır. Çünki onun hər bir halda insanın, mən hər zaman dediyim bir söz var idi, uşağın və yaxud da insanın, yəni tərbiyə yoxdur, bədəninin, yəni fiziki sağlamlığının önəmli ruhu sağlamlığıdır. Çünki sağlam ruh olduqda sağlam bədən olar. Rəşidə xanım, valideyn nəzarəti nə zaman başlamalıdır? Əslində valideynin nəzarəti yəni uşaq dünyaya gətirən bir ana və yaxud da ata fərqi yoxdur. Əgər evladı planlaması varsa, artıq oradan uşağı düzgün tərbiyə edəcək bir mühit yaratmalılar. Burada ana və atanın rolu çox vacibdir. Bir uşağı dünyaya gətirib sıradan bir cəmiyyətə sayı düzəlsin deyə bir iş görmürük. Biz sağlam bir insan, sağlam bir düşüncəli bir insan yetişdirməliyik. Bəzən bizim o videomuzda daha çox əxlaq mövzusuna ən çox girirlər. Bildirirlər ki, niyə görə məsələn əxlaqdan, təhqirdən danışırsınız? Yəni mən başda da videoda bildirmişəm ki, əxlaqsız videolardır. Biz ümumiyyətlə əxlaq dəyərləri nədir? Biz yəni hər birimiz bunu başa düşməliyik və bir uşağın həyatında əxlaq dəyərlərinin nə dərəcədə oynadığını anlamalıyıq. Burada, yəni bu kartlardan istifadə edən hər bir uşaqda təhqir, məsxərə, kobud davranış, məsuliyyətsizlik, qeyri-sağlam nümunələrin normallaşdırılması uşaqların psixikasına və onların sağlamlığına ciddi təsir göstərir. Rəşdə xanım, üzr istəyirəm. Mənimlə razı ola bilərsinizmi ki, bəzən valideynlər uşaqlarını başlarından edirlər və əllərinə mobil telefonlar verirlər. Bu da onların, belə deyim də, gələcəkdə hər hansı bir psixologiyasına təsir edir və yaxud nə bilim, digər diqqət dağınıqlığı olsun, nə bilim, fiziki geriləmə olsun, bu kimi şeylərə, belə deyim də, gətirib fəsadlara törədir. Tapdıq müəllimə sizdən yəni tam razıyam. Ümumiyyətlə biz uşaq deyiriksə, uşağın əlində mobil telefonların olması yalnız onun çox vacib. Biz telefonun funksiyasını unutmuşuq bəzən. Yəni o nə üçün lazımdır? Əlaqə qurmaq üçün, gərəkən zamanda ehtiyaclarını bildirməsi üçün gərəklidir. Amma çox təəssüflər olsun ki, valideynlər telefonları uşaqlara sırf ondan ötəri alırlar ki, daha çox zamanını boş, rahat keçirdə bilsin, özləri üçün daha faydalı bir gün yaşaya bilsinlər və uşaq da onlara mane olmasın, belə deyə bilərdim. Bu yüzdən də, yəni təbii ki, uşaqlarımızın durumunda problemlərin yaranması daha çox artır. Ona görə valideynlər diqqətli olmalıdırlar və bu məsələlərə diqqət yetirməlidirlər. Tapdıq müəllim, ən əsas vurğuladığım nədir? Bu videoda məqsədimiz də əslində valideynlərimiz üçün gərəkənləri izah etməkdir. Təbii ki, o kartı orada cırmaq özü bir simbolik bir işdir. Yəni, mən kartı cırmaqla artıq heç də kart almayacaq deyə bilmərik.
Əsas məqsədimiz nədir? Biz valideynlərə izah etməyə çalışırıq ki, uşaqlarınızın oyuncaqlarına önəm verin. Baxın, uşaq hansı oyuncaqla oynayır? Niyə məhz oyuncağı istədi? Bir baxın, araşdırın. Çox təəssüflər olsun ki, məsələn, videonun altında yazılan şərhlərin bir çoxunda hətta valideynlər var idi. Bildirirdilər ki, evi yox, uşaqdır, alır, oynadır. Yəni, siz niyə onun oyuncağını əldən alırsınız? Bilirsiniz necə? Biz bilirik ki, oyuncaqların belə faydalı və faydasızları var. Bəli. Axı bu, uşağın həyatına faydasızdır, gərəkən deyil, lazımlı deyil. Mənim uşağım bu oyuncağı alanda onun inkişafına necə təsir göstərir? Uşağım üçün faydalıdırmı? Biz necə qidaya dəyər veririk? Valideynlər məsələn daha çox vitaminli qidalardan istifadə edir. Uşaq üçün meyvə şirələri hər gün hazırlayırlar ki, uşaq içsin, daha sağlam olsun. Bəs uşağın sağlamlığını nəzərə alan əziz valideyn və siz onun psixikasını, onun əxlaq normalarını nəzərə niyə almırsınız? Niyə baxmırsınız ki, bu oyuncaq ona nə dərəcədə fayda verəcək? O ondan nəyi öyrənəcək? Bəzən deyirlər ki, onsuz da deyir, orada elə bir məna yox idi. Deyirəm, məna yox idi. Mənasız bir şeyi niyə alırsınız bəs? Deməli, yenə də günah valideynlərdədir, Rəşdə xanım. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Əlbəttə. Biz heç bir Tapdıq müəllim, biz Talib müəllimlə bu haqda çox ciddi müzakirələr etmişik. Hətta onun verilişində də biz bərabər olduqda o haqda çıxışlar eləmişdik ki, gedişat olaraqdan biz heç bir yeniyetməni, o video 1 milyona qədər baxış toplayıb, hətta 1 milyondan da çox. Yəni, orada yazan kommentlərin 80% yeniyetmələrdir və biz bu yeniyetmələrin heç birini qınaya bilmirik. Onların qınanılan hal onların valideynləridir. Biz nəzərə almalıyıq ki, biz Azərbaycanımızın gələcəyini sağlam olmasını istəyirik və bu sağlam gələcək mütləq sağlam əxlaq olmalıdır, sağlam düşüncə olmalıdır ki, formalaşsın. Yoxsa bu şəkildə əlbəttə gələcəyimizi məhv etmiş olarıq. Aydındır, Rəşdə xanım. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Qoşulduğunuza görə minnətdaram. Və deməli, bir daha biz görürük ki, valideynlərin uşağın inkişafında bəzən rolu böyüdür və yanlışlıqlar olur. Müdaxilə eləyə bilərəmmi? Bizim hüquqşünas Arzu xanım da təsdiq eləsin. Cümləm düzgün alınsın. Həyatda nəfəs daha çoxdur deyə, vacibdir deyə 2 dəqiqə onsuz dayana bilmirik. Yeməksiz, susuz, bu günlərə geyimsiz, istirahətsiz, yuxusuz, bunlar bölgü var. Fiziki olaraq daha çox yanındadır. Bədənində gəzdirib, qucağında gəzdirib, göz kontaktı var, şəxsən gözə göz yedizdirir. Atanın çoxu dəfə çöllərdə olur vaxtı. Burada bir qeyd edim ki, bununla da razılaşmıram ki, bir mənalı elə olmalıdır, amma uşaq anaya verildi, uşaq ananın yanında oldu, uşaq ananın yanında böyüdü, anadan tərbiyə edildi. Ana deyir ki, onun anası ölməyib ki, sən ona nəsə öyrədəsən, sən ona nəsə deyəsən. Heç kəs nənə söz deyə bilməz, baba söz deyə bilməz, qonşu söz deyə bilməz, müəllimin gözünü çıxartaram, müəllim kimdir övladıma söz desin dedikdən sonra bunu kimdən öyrəndi? Müəllimdən öyrənmədi, göz çıxarırdı, nənə babaya icazə vermədin, ora olmadı. Yəqin səndən öyrənib. 16 yaşına çatmış uşaqlar təhqirə görə cinayət məsuliyyətinə cəlb olunur. Çünki onlar artıq cinayətin 16 yaşdan subyekti. Bəli, 11 yaşda uşaq əgər o təhqir edirsə, onun valideyni və özü digər inzibati qaydalarda məsuliyyətə cəlb olunacaq. Bunu aydınlaşdırmaq lazımdır. Anadan övladı alır, ataya bilir. Anadan övladı çox nadir hallarda alır. Nəyə görə? Əgər ana yəni çox pis həyat tərzi keçirirsə, meşşan təbiətlidirsə, o uşağın tərbiyəsinə mənfi təsir göstərəcəksə, belə hallarda əlbəttə anadan alınır, uşaq verilir ataya. Yəni bizim cəmiyyətdə amma çox hallarda anada qalır. Bizim cəmiyyətdə bu hallar çox az olduğuna görə əksər halda anada qalır. Amma ana meşşan təbiətli olsun, heç uşaqdan xəbər olmasın, günü xariclərdə keçsin, uşaq onun bunun evində qalsın, belə halda əlbəttə uşaq anadan ayrılacaq, veriləcək ataya. Biz uşağımızı çayxanaya buraxmırıq, meyxanaya da buraxmırıq, qumarxanaya da buraxmırıq. Amma çayxananı, meyxananı, qumarxananı planşetlə birbaşa uşağın köksünə buraxa bilirik. Bu nədən irəli gəlir? Çünki ana seriala yaxşı baxsın, ana sosial şəbəkədə danışa bilsin. Burada sırf anaları qınamıram. Atanın da məsuliyyəti var. O həddə ki, ana bacarmayandan sonra, ananın həll edə bilmədiyi problemlərdən sonra ata müdaxilə edir ki, burada ananın gücü çatmadı. Axı bu dediyim problemlər sıradan problemlərdir. Sadəcə yanında dayanıb, yanında baxmaq və bir şey bloka salmaqla mövzu bağlanır.
Telefonu blokka saldınsa, bağladınsa, mövzu bağlanır. Bir də deyim ki, Rəşidə xanım dediyinə 5-10 il sonra gələcəksiniz. Çünki hal-hazırda Azərbaycanda psixologiya mövzusunun üzərində işləyirlər. Adam neuropedaqoqdur, neuropsixoloqdur. Yəni siz yolun başına çatanda müəllimənin qızıl sözlərini görəcəksiniz orada. Bir də ki, Çünki bu bəli dediyiniz məsələ dərindən işləyir və hopur ha. bir də yenə də bunun harda fırlansaq gəlib təhsildə dayanırıq, təhsil almaqda dayanırıq. Fuad bəy, xaricdə təhsil alanların bir çoxları da qorxurlar ki, sonra ölkəmizdə iş tapa bilmərik. Bu məsələyə də aydınlıq gətirərdiniz. Belə deyim sizə, ümumi olaraq təbii ki, hər şeyin bir növrəsi savaddır. Bəli. Valideynlər, həm ata, həm ana hər iki tərəfdə savadlı olmalıdır ki, bir balaca körpə uşağı da yetkinlik yaşa çatana qədər ən azından bu uşağın artıq savadı olmalıdır. Çünki birinci ilk olaraq biz bağçaya gedirik, daha sonra məktəbə gedirik Bəli. və ondan da sonra artıq yəni xarici ölkələrdə və yaxud da ki, Azərbaycanın özündə yəni təhsil müəssisələrinə qəbul olunuruq. Bizim belə sektorda mən hərdə müşahidə edirəm ki, məsələn, tələbə mənə zəng edir, hər hansısa bir problemini mənə deyir, izah edir və mən burada heç bir problem görmürəm. İki kəlmə, söz, biz bu məsələni çözürük, amma valideyn mənə zəng edir, belə deyim, problemin heç bir hərfi olmayan bir sözlə başlayır və onu elə bir formada qloballaşdırır ki, böyüdür, bəli. Elə bir səviyyəyə gətirib çatdırırlar ki, mən başa düşə bilmirəm ki, nə baş veribdir ki, valideyn bu formada yəni reaksiya verdi. Bir də Fuad bəy, bəzən valideynlər uşaqları tək qorxurlar xaricə göndərmək, Bəli, yerlər, bəli. gözdən uzaq olarlar, belə deyim. Burada necə belə deyim də dəstək olursa onlara? Birinci sualın ilə cavabını da vermək istəyirəm ki, ümumiyyətlə iş tapmaq heç bir ölkədə elə başda Azərbaycan olmaqla da belə problem deyil. Təbii ki, biz burada artıq o işi də öz biliyimizə görə, öz savadımıza görə seçirik, axtarırıq. Bəli, hərdən bəzi hallarda olur ki, məsələn, iş tapmaqda çətinlik çəkirəm. Niyə? Çünki öz istədiyim yerə gedə bilmirəm. Yəni, bunun üçün amma cəhd etmək lazımdır. Xaricdə də heç bir problem yoxdur. Zaten savadlı insan hər yerdə özünə iş tapa bilir. Çətinliklər olsa da belə yenə də buna çatmaq mümkündür. O ki, buyurun. İş adamlarından soruşun, siz doğru deyirsiniz. Savadlı işçi tapa bilmirlər. Savadlı işçi tapa bilmirəm. Məsələn, bizim şirkətimiz özündə mən mütəxəssis axtarışındayım hələ də. Yəni, biri gəlir, biri gedir. Bu çox böyük bir qlobal bir problemdir. Niyə? Çünki işini bilən peşəkar insan birinci sualı olmur, məsələn ki, mən nə qədər maaş alacağam? Doğru. Onu mən təyin edirəm. Doğru. Niyə? Çünki mən hər bir insanı, daha doğrusu fərqli insanları bir gözdən baxa bilmirəm. Bəli, bir insani baxımından hər kəs mənim üçün yəni zirvədədir. Mən hamıya yaxşı münasibət göstərirəm. Amma işçi baxımından, yəni savadı olan, işləmək istəyən insan, mən bunu artıq görürəm və ona görə təyin edirəm. Doğru. Yəni bir işçi gəlir mənim yanıma deyir ki, Fuad bəy, sizə maaş nə qədərdir? Bizdə birinci ölkədə budur. Birinci, ən qlobal problem də oldu. Amma heç kim də işləmək istəmir. Aydındır, Ona sual verirəm ki, mən sənə alım. 2000 maaş versəm, mənə nə qədər qazandıra bilərsən? Sənin potensialın nədir? Orada artıq sual var. Məsələ buradadır. Xaricdə təhsillə əlaqədar bir məsələni də nəzərdə Buyurun, çatdırım. Hüquq məsələn, fakültəsi, bəli. Hüquq fakültəsini xaricdə bitirənlərdə də bizim kurslara, onlarda ayrıca bir kurs açılır. Çünki onlar xarici dövlətin hüquqlarını, qanunlarını öyrənirlər. Bizim dövlətdə artıq onlar çalışanda əziyyət çəkirlər. Ona görə bizim kursda onlar yerli qanunlarımızı öyrənirlər və ondan sonra onlar işə başlayırlar. Və bir də gənclərə tövsiyəm odur ki, onlar heç vaxt birinci maaş dalınca qaçmasınlar. Çünki ilk sualları bu olur. Mənim alacağım maaş nə qədərdir? Onlar bilməlidir ki, maaş ikinci dərəcəlidir. Siz öz biliyinizi, bacarığınızı göstərəndən sonra pul özü sizin dalınızca qaçacaq və sizi axtaracaqlar, tapacaqlar. Hər sahədə, istir hüquq sahəsi olsun, istir həkimlik, istir kompüter, istənilən sahədə birinci öz bacarığınızı üzə çıxarmağa çalışın, öz istedadınızı, biliyinizi verin və sonra maaş tələb edin. Aydındır, mən sizin son fikirləri ala bilmirəm. Yekunlaşırıq, qısa fikriniz Mən o vacib məsələdir. Qışqıran, bağıran övlad, gecə qorxan övlad, sənin sözünü eşitməyən övlad. Niyə belə oldu? Hörmətli valideyn, mütləq bunu araşdır. Bu boşuna yaranmır. Bu siqnaldır, bu qışqırıqdır, bu sirenadır, bu alarmdır ki, məni görün, məndə problem var. Sən onu tapa bilmirsənsə, sən mütəxəssis deyilsən. Aydın Talib bəy. Sonda bir söz də mən demək istərdim. Xüsusən də yəni indi hal-hazırda məktəbləri bitirənlər, tələbələr, kimlər ki, xaricdə təhsil almaq istəyirlər, onlara buradan valideynlərinə xüsusən də məsləhət görürəm ki, tövsiyə edirəm.
Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi səhifəsindən tanış olsunlar. Sayta giriş etsinlər və Azərbaycana uyğun qaydada təhsilin dalınca düşsünlər. Yəni xaricdə təhsil aldım, gəldim Azərbaycanda diplomum tanınmasın, belə bir problemlə üzləşməmək üçün birbaşa Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər. Yəni şirkətlər çoxdur, amma bu məlumatı verən insanlar azdır. Düzgün məlumat verən insanlar azdır. Ona görə də məsləhət görürəm ki, ilk növbədə araşdırmanı məsələ təhsildə keyfiyyətdən başlasınlar. Təşəkkürümü bildirirəm hər birinizə tək-tək. Gəldiyinizdə görə Arzu xanım təşəkkürümü bildirirəm Fuad bəy sizə və Talib bəy sizə. İnanıram ki, bizə baxanlar da bugünkü efirimizdən maarifləndilər. Sizinlə gələn həftənin şənbə gününə qədər sağollaşıram inşallah. Görüşmək ümidi ilə Allah amanında.